Bugün sizlerle üzvi kimyada hibrid orbitallarının tapılma qaydasına baxacağıq. Bunun üçün alfatik quruluşlu alkan və alkin, siklik quruluşlardan isə arenləri qeyd etmişəm. Bildiyimiz kimi alkanların ümumi formulu CnH2n üstə gəlsin 2 formuluna uyğundur. Və burada mən etanın kimyəvi formulunu qeyd etmişəm. Alkenlər üçün isə propeni qeyd etmişik. Aromatik karbohidrogenlərdən isə tololu, yəni metil benzolu qeyd etmişik. Üzvi kimyada hibrid orbitallarını əzbər öyrənməmək üçün bir qaydanı yadımızda saxlayaq. Ümumiyyətlə biz bilirik ki, karbon atomu alkanlarda sp3 hibrid vəziyyətindədir. Yəni karbon 4 hibrid orbitalının 4-ünü də istifadə etmişdir. Və yalnız hibridləşən karbonlar olduğu üçün hibrid orbitallarının sayını tapmaq elə 4'ü karbonun sayına vurmaq kifayət edir. 4n. Bunu qəbul etdik. Alkenlərdə isə həmişə 2 qat rabitə ətrafında olan karbonların hibrid vəziyyəti sp2 hibrid vəziyyətinə uyğundur. Yəni bunların hər ikisi sp2 hibrid vəziyyətində. Digər karbonlar isə sp3 hibrid vəziyyətindədir. Deməli, alkenlər üçün hibrid orbitalların sayını 4n qəbul etsək, bu zaman nəyə diqqət edirik? Buradakı karbonların hərəsinin bir p buludu qeyri-hibrid vəziyyətindədir. Hər karbonun bir p buludu qeyri-hibrid vəziyyətində qaldığı üçün ümumilikdə hər karbonun cəmi 2 buludu qeyri-hibrid vəziyyətindədir. Onda biz hesabladığımız ümumi hibridin ikisini çıxsaq, ümumi karbonların qeyri-hibrid vəziyyətini tapmış oluruq. İndi həmin qaydanı arenlərə tətbiq edək. Arenlərdə də bilirik ki, benzol halqasında olan 6 karbonun 6'sı da sp2 vəziyyətindədir. Yəni buradan nə nəticəyə gəlirik? Buradan belə bir nəticəyə gəlirik ki, hər karbonun bir p buludu, yəni ümumilikdə 6 p buludu qeyri-hibrid vəziyyətindədir. Və həmin qaydada biz də bilirik ki, karbonlar ümumi 4n olmalıdır. 6 dənə p buludu karbonun qeyri-hibrid vəziyyətindədirsə, 4n çıxılsın 6 kimi qeyd etsək, arenlərin də hibrid orbitallarının sayını tapmış oluruq.